Ad günümü Maldivlərdə necə qeyd etdim? Parıltısız, amma ruhu olan Maldivlər. Oktyabrda yola çıxdıq. Hulhumali'də bir gecə və səhər tezdən sürətli qayıq bizi Tsinado adasına apardı. Ağ qum, okeanın firuzəyi rəngi, suya əyilən palmalar açıqca yox, canlı reallıq idi. Biz Plumeria Maldives otelində 16 gün qaldıq. Sakit, rahat, okeanın ortasında ev hissi ilə. Yaşayışın, əyləncələrin və restoranda sifarişlərin qiymətləri ilə bağlı bütün detalları infoboxda paylaşacağam. Otağımız çox rahat və təmiz idi. Müasir dizayn, komfortlu istirahət üçün lazım olan bütün şərait mövcud idi. Balkondan okean mənzərəsindən zövq alır, özümüzü burada evimizdəki kimi hiss edirdik. Plumeria Maldives istirahət edənlər üçün rahatlıq, keyfiyyətli servis və aktivliklərin uğurlu vəhdətini təklif edir. Tsinado mega kompleks deyil, tənhalıq və təbii gözəllik atmosferi olan bir adadır. Mətbəx sadə və dürüst, təzə balıq, düyü, kokos, kari, ədviyyatlar. Səhər yeməyi yaşayış qiymətinə daxil idi, nahar və şam yeməyi isə otelin restoranında edirdik. Oteldə səhər yeməyi müxtəlif və rəngarəng idi. Çoxlu yeni dadlar və ətirlər ilə. Zəriflik olmadan, amma ada dadı ilə. Tsinado mini cəngəlliklər, sıx yaşıllıq, kokos ağacları və səssizcə getmək istədiyin cığırlar deməkdir. Okeanın üzərində yellənçəklər sanki zaman dayanmışdı. Burada tələsmirlər, sadəcə anı yaşayırlar. Burada həm yerli həyat tərzini görmək, həm də dənizdə əylənmək üçün ideal yerdir. Maska, eynək və altında canlı rəngarəng rif. Hər çalarlı balıqlar, mərcanlar, suyun sükutunu və anın içində tam itmək. Sonra isə diving və köpək balıqlarla üzmə. Bu unudulmur. Hidrosiklet sürmək saf adrenalin və suda azadlıq hissi bəxş edir. Bir günlük turla getdiyimiz Firidu kiçik, sadə və kifayət qədər kasıb bir yerli adadır. Onun fonunda Tsinado əsl tropik nağıl kimi görünür. Geniş çimərliklər və firuzəyi su. Firidu adası Maldivlərin şimali Ari atolunda yerləşən yerli əhalinin yaşadığı sakit adadır. Tsinado adasında turistlər üçün qayıqla snorkeling turları, bəzən isə manta və delfinlər kimi digər okean sakinlərini müşahidə etmək mümkündür. Bu cür snorkeling və dəniz səfərləri turistlərə Maldivlərin sualtı dünyasını yaxından tanımaq imkanı yaradır. Sahil boyunca asta addımlar, duzlu hava və dalğaların səsi. Dalğalar sakitlik gətirir və hər an burada unudulmaz olur.